Salam, hər vaxtınız xeyir. Bugün 10-cu siniflər üçün keçirilmiş OTK buraxılış sınavına baxaq, 25 yanvar. Deməli, biz demişdik ki, cüt dərəcədən köklər ixtisar gedir, ədəd modulda çıxır, amma tək dərəcədən ixtisar gedir, olduğu kimi çıxır. Yenə cüt dərəcədən ədədlər gedir, ədəd modulda çıxır. Məxrəcdə 5-ci dərəcələr gedir özü, 6-cı dərəcələr gedir modul, 7-ci dərəcələr çıxır özü. A-nı mənfi götür deyirsə, moduldan qarşısına mənfi atıb çıxardaram. Mənfi A, üstəgəl A, çıx A. Yenə mənfi kimi çıxartsam A, moduldan mənfi çıxmır ha uşaqlar. Yenə deyirəm, 2 mənfi müsbət edir. Yəni mən bunu mənfi A kimi çıxarsam, bu A-nın özünün mənfisi ilə bu mənfi müsbət A edir. Yəni moduldan müsbət çıxardıram demək istədiyim. Burada A-lar gedər, bir dənə A qalar. Burada A-lar gedəcək, bir dənə A qalacaq. Nəticədə cavabımız eləyəcək 1. Düzdürmü? 1 elədi də, bəli. Gəlirəm növbəti suala. Növbəti sualda nə deyilir? Mənfi A qalmır burada. Bir də mənfi A, minus A. Bununla bu gedir, mənfi A qalıb. Beynimdə öyle yazıb, burada belə yazdım. Mənfi 1. Gəlirəm 32 nömrəli suala. Deyir, AOC-ni sənə vermişəm 3x, BOC-ni sənə vermişəm 2x. Bunları toplasam 5x bərabərdir 180-ə, 180-i 5-ə bölüb x 36 yazaram. 2-ni 36-ya vursam 72 dərəcə eləyər, 3-ü 36-ya vursam 108 dərəcə eləyər. Bizdən 108 dərəcəni soruşur. A qram duzu 4A qram su ilə qarışdırdıqda alınan məhlulun duzluluq faizindən danışır. Uşaqlar, mənim ümumi məhlulum, fikir verin, məhlul. A üstə gəlinsin 4A eləyəcək 5A. Məhlulun faizini tap deyəndə yenə duzu ümumi məhlula bölüb vuracağım 100-ə. Bu da eləyəcək uşaqlar 20 faizli məhlul alınırmış sən demə. Variant C variantı. Düzgün 12 bucaqlının bir xarici bucağını tapmaq lazımdır uşaqlar. Mən bilirəm ki, bütün xarici bucaqlarımın cəmi 360 dərəcədir. 360-ı bölərəm 12-yə. Ona görə belə çıxır, cavab 30 dərəcə. Və yaxud buradan x kvadratı minus 25-i x minus 5, x plus 5 kimi açarım uşaqlar. 5 minus x ilə x minus 5 ixtisar gedib qarşıya mənfi çıxar. X üst mənfi 1 qalar burada. X üstə gəlinsin 5, üzərinə gəlinsin 2x üstə gəlinsin 11. Bölünsün x üstə gəlinsin 5. Məxrəcləri eyni olan kəsirləri üçün mənfi 1-in üstünə 2x gəlir. Mənfi 1-in üstünə 11 gələrəm. 10 eləyəcək. Üzərinə gəlinsin 2x. 2-ni mötərizə xaricinə çıxartsam 5 plus x eləyər. Bunlar ixtisar gedər. Nəticədə cavab qalacaq B variantı. Gəlirəm 36 nömrəli suala. Nə deyilir? İti bucaqlarından biri 30 dərəcə olan düzbucaqlı üç bucağının hipotenuza çəkilən medianın uzunluğu 6-dır. Uşaqlar, hipotenuza çəkilən median 6-dırsa, hipotenuz bundan hər zaman 2 dəfə böyük idi və iti bucaqlardan da birini 30 dərəcə verirsə, 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısıdır, amma 60 dərəcənin qarşısındakı bundan kökdə 3 dəfə böyük idi uşaqlar. Bu üç bucağın kiçik katetinin uzunluğunu tap, yəni 30 dərəcənin qarşısındakını çap, cavab 6 sm eləyəcək. Ədədinin tam hissəsini tapmaq lazımdır. Ədədin tam hissəsini tapmaq üçün əvvəlcə uşaqlar mən baxmalıyam ki, bu 2-ni salmalıyam kökün altına. 7-nin kvadratı 49, 2-yə də vursam 98. 100-dən 10 tam çıxır. Amma bundan bax 10-un kvadratı eləyəcək 100. Deməli bu deyil. Mən bundan çıxardacağam mənfi 9 tam neçəsə. Mənfi 9 tam neçəsə hansı ədədlərin arasında yerləşəcək? Mənfi 9 tam, tutaq ki 71 olsun. Mənfi 9 tam 71-in tam hissəsi neçə idi? Bax, mənfi 4 tam onda 5-in tam hissəsi neçə idi? Mənfi 5. Kəsr hissəsi neçə idi? Bu 5-i 10-a tamamlayan ədəd 0 tam onda 5. Və yaxud buna baxın, mənfi 7 tam onda 3-ün tam hissəsi. Modulca bir vahid böyük götürürdüm. Kəsr hissəsi isə bu 3-ün üzərinə neçə gəlsəm 10 eləyər? 7, yəni 0 tam onda 7. Yəni bunun da mənfi 9 tamın da tam hissəsi modulca bir vahid böyüyün götürəcəyəm. Cavab mənfi 10 eləyəcək. Y variantı. Bunlardan biz nə qədər eləmişik, nə qədər ümid edirəm səhvlər eləmərik. Sənə nə deyir? A üstə gəlinsin B cəmini tapmaq lazımdır. Uşaqlar, A üstə gəlinsin B cəmindən danışırsam, bir baxım görüm sualın özünə. 4, 5, 5, 6, bəli. Mən bunları toplasam, mənfi 1 bölünsün 4, 5-lə müsbəti gedər. Bundan bu gedər, bundan bu gedəcək, bundan da bu gedəcək. Qalacaq A bərabərdir 1 bölünsün 3 vurulsun 4, üzərinə gəlinsin 1 bölünsün 8 vurulsun 9. Burada necə yazacaqdıq? Yazacaqdıq ki 3-də 1, çıxılsın 4-də 1, üzərinə gəlinsin 8-də 1, çıxılsın 9-da 1. Belə də yaza bilərəm. Bunun məxrəcini 9-a gətirmək üçün 3-ə vuraram hər tərəfini. 9-da 3 eləyər. Bunu 2-yə gətirərəm. 2-yə vuraram, 8-də 2 eləyər. 9-da 3-dən 9-da 1 çıxıb 9-da 2 yazaram. Mənfi 8-də 2-nin üzərində 8-də 1 gəlib, mənfi 8-də 1 yazaram. Bu da eləyəcək gənclər. 72-ni 9-a bölüb 8, 2-yə vursam 16, bu da 9. 7 bölünsün 72. Variant D. Gəlin növbətisinə. Nisbətini hesablayın. Bu ifadənin əkobu uşaqlar ən böyüyünü götürürəm. Bu 2 üstü 5-dir.
Bu 2 üstü 7-dir. 2 üstü 7 mənim əkobum eləyər. 3 üstü də 9 eləyər. Əkobu böl deyir əbobuna. Əbobu ən kiçiyini götürürəm. Yəni 2 üstü 5 və 2 üstü, bağışlayın, 3 üstü 7-ni götürürəm. Əbobda kiçiklərini götürürsən, əkobda böyüklərini. 7-dən 2-ni 5-dən 2-yə bölsəm kvadratı qalar, 9 dənəni 7-yə bölsəm 3-ün kvadratı qalar. Yəni 4 vurulsun 9, nəticə etibarı ilə cavab 36. Kəsişməsi boş çoxluq olmayan A və B çoxluqları üçün ifadəsini tapmaq lazımdır. Uşaqlar, kəsişməni bizə boş çoxluq verməyibsə, ümumiyyətlə biz bilirik ki, A və B elementlərinin cəmi, bax yazaq bura, elementlərinin cəmi bərabər idi A çoxluğunun elementlərinin sayı, üstə gəlinsin B çoxluğunun elementlərinin sayı, üstə gəlinsin çıxılsın kəsişməsi. Elə deyil. Düsturumuz belə idi. Kəsişməsi boş çoxluq olan deyir, olmayan deyir. Bu sıfırdır onda. Onda bunun yerinə, birləşmənin yerinə elə A üstə gəl B qoyaram, bax buradan danışıram. Bölünsün A üstə gəlinsin B. Eynədə də bölsəm cavab eləyəcək 1. Gələk növbəti suala. Sıfırdan fərqli A və B ədədləri üçün bunu tapmaq lazımdır. Uşaqlar, çarpaz vurub açsam 3A bərabərdir 2B idi. A'mız sən demə 2K'dır müəllimə. B'miz sən demə 3K'dır. Gətirib yerinə qoyaram. 2 vurulsun A'nın yerinə 2K. 3 vurulsun B'nin yerinə 3K qoyaram. K'lar gedər. 4 bölünsün 9 qalacaq. C variantı. Növbəti sual. A üstə gəlinsin B kvadratı olarsa AB hasilini tapmaq lazımdır. Mən nə edərəm? Birincinin kvadratı birinci və ikinci hasilinin 2 misli ikincinin kvadratı çıxılsın 24 bərabərdir. A kvadratı üstə gəl B kvadratı. A kvadratı gedər. B kvadratı gedər. 2AB bərabərdir 24 qalar. 24-ü 2-yə bölüb AB-ni 12 yazaram. Variant A variantı. Tənliyin kökləri fərqindən danışırsa, tənliyin kökləri fərqi V-yə görə 8 verib. Tənliyin kökləri cəmini də şagird deyir ki, müəllimə 4 eləyər. Tərəf-tərəfə toplasam 2 dənə x1 bərabərdir 12-yə, x1-miz 6 eləyər. Bura 6-dırsa 4-dən 6 çıxıb x2-ni mənfi 2 yazaram. Sənə deyir ki, Q-nü tap. Q-də x1 vurulsun x2-dir. Bu da Q-miz eləyər, sərbəstlədir. Yəni 6-nı mənfi 2-yə vurub, nəticədə cavab mənfi 12 Y variantı eləyər. Gəlirəm hansı suala? 44 nömrəli suala. Deyir ki, qrupda olan 5 şagirdin boylarının uzunluqlarının ədədi ortası 170-dir. Qrupa bir şagird ayrılıqdan sonra qalan uşaqlar 5 dənə şagirdin boylarının uzunluqlarının ədədi ortasından deyirsə, bunların boylarının cəmi 5-i 170-ə vuraram. O da neçə eləyər? 8, 850. Deyir bir şagird çıxıb. Bir şagird çıxıbsa 4 dənə şagird qalıb. 4 şagirdin yaşlarının ədədi ortası 171-dirsə, 4-ü 171-ə vuraram. 4, 18, 684 eləyər. Sənə nə deyir? Qrupdan ayrılan şagirdin boyunun uzunluğunu tapmaq lazımdır uşaqlar. Yəni 850-dən çıxaram 684-ü. O da neçə eləyəcək? 850-dən 6, 4, 6, o da 1. 166 cm eləyəcək uşaqlar. Gəlirəm üçbucaq məsələsinə. Nə deyir? BD-ni bərabərdir, CD verib bizə. ABD bucağı da 60-dır. ABD, bura 60 dərəcədir. Deyir ki, buna BAC-ni də sənə vermişəm deyir, 50 dərəcə. Onda 50-nin üstünə 60 gələrəm. Üçbucağın xarici bucağı 110 eləyər. 180-dən 110 çıxar. 70, 70-i də 2 yerə bölüb 35, 35 yazaram. Nə bilim, nə soruşur bizdən? ACB-ni soruşur. 35 dərəcə sadə sualdır. Gəlirəm 46 nömrəli suala. Bunu da yazaram. Kökdə 5 çıxılsın 2-yə vuraram. Bunu da kökdə 5 minus 2-yə vuraram. Kökdə 5-i kökdə 5-ə vuraram. 5, 2-ni 2-yə vuraram. 4. Surətdə kökdə 5 minus 2-nin 2 dənə olduğuna görə kvadratı. Üstə gəl 4 kökdə 5. Bu 1 eləyər. Bunu müxtəsər vurmaq kimi açaram. Kökdə 5-in kvadratı birinci və ikinci hansinin 2 misli ikincinin kvadratı. Üstə gəl 4 kökdə 5. Bunlar gedər. 4 üstə gəl 5, 9 eləyər cavab. Gəlim növbətisinə. Bax. Kvadratlar fərqi düsturu kimi yazsam 5x minus 6y yazaram 5x üstə gəlinsin 6y uşaqlar. Müxtəsər vurma düsturu kimi. Bərabərdə 60 yazaram. İkincinin hər tərəfini 5-ə vuraram. Bax, bunun hər tərəfini 5-ə vuraram. 5-ə vursam yazaram 5x. Üstə gəlinsin 6y. 3-ü də 5-ə vurub 15 yazaram. Uşaqlar, 5x üstə gəl 6y-ə 15 yazsam, 60-ı 15-ə bölsəm, 5x minus 6y-ım 4 eləyər. Bunu soruşulmuşu bizdən. Cavab 4. Sonra gəlirəm növbəti suala. Növbəti sualda nə deyir? Deyir, daxilinə çevrə çəkilmiş trapesiyanın orta xətti. Bax, trapesiyanın dördbucağının daxilinə çevrə çəkilibsə, dördbucağının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bərabər olmalıydı. Yəni A plus B
n plus n şərtini ödəməlidir. Orta xəttin uzunluğu da a üstə gəlinsin b bölünsün 2-ni 8 verib. Onda a plus b neçə eləyər? 16. Bununla bunun cəmi 16-dırsa, bununla bunun da cəmi 16 eləyər. Axı daxilinə çevrə çəkilib. Yəni demək istədiyim perimetrimiz eləyəcək. 16 üstə gəlinsin 16, 32 sm. Xərcləyib uşaqlar. Bir də 25%-ni də xərcləyib. Deməli, bu 45% xərclənib. 100-dən də 45-i çıxanda gənclər 55%-i qalıb. Deyir, Həsənin qida və digər ehtiyacları olan xərci kommunal xərclərdən 560 manat çoxdur. Yəni, Həsənin bu kommunal xərclərdir, bu da nəqliyyata. Qalan hissəsini isə qidaya və digər ehtiyaclara xərcləyib. Həsənin deyir, qida və digər ehtiyacları olan xərci kommunal xərclərdən 560 manat çoxdur. Ümumi 55% xərcləyib, amma kommunal xərclərdə 20%-dir. Onda belə çıxır ki, 35%-i bizə 560 verib. Yəni, x vurulsun 35 bölünsün 100-ün bizə 560 eləyər. Buradan da x-i tapanda 560-ı vurub 100-ə bölərəm 35-ə. Neçə eləyəcəyim uşaqlar? Mən kalkulyatordan vurum, amma siz kalkulyatordan vurmayın, yaxşı mı? 560 vur 100 böl 35. 1600 eləyəcək cavab nəticədə. Sonra gəlirəm növbəti suala. Bunun cavabı elədi 1600. Növbəti sual hansından danışıram? 50. Euler Venn diaqramında A çoxluğunu bu verib. Bax, A-nın çoxluğunu x üstə gəlinsin 1 ilə x minus 2 veribsə, mən vurub açsam bunu alıram uşaqlar. Yəni x kvadratı çıx 2x üstə gəl x minus 2. Bu da eləyər x kvadratı çıx x çıx 2. Yəni b-miz -1-dir. C-miz isə -2-dir. İndi b-ni tapaq. X minus 2-ni x üstə gəl 3-ə vuraram. X kvadratı üstə gəl 3x çıx 2x çıx 6. Bu da eləyər x kvadratı üstə gəl x çıx 6. P-miz buradakı 1x-dir. 1. Q-miz isə buradakı -6-dır. P vurulsun Q bölünsün B plus C-ni soruşur. PQ 1 vur -6 böl -1 çıx 2. -6 böl -3 nəticədə cavab eləyəcək 2. Sonra könül Fatimədən deyir 3 yaş böyükdür. Bu olsun mənim könülüm. Bu da olsun mənim Fatiməm. Könül Fatimədən 3 yaş böyükdürsə, Fatiməyə bir dənə x desəm, könül bundan 3 yaş böyük olar. 3 il əvvəl Fatimə ilə könül 3 il əvvəl, könül 3 il əvvəl danışırsa, deməli könülün yaşı 3 vahid çox olub, düzdürmü? Bu bunun hazırki yaşıdır. Fatimə isə 3 il sonra anadan olsaydı, Fatimə 3 il sonra anadan olsaydı, bu bunun indiki yaşlarıdır da. Yəni Fatimənin yaşı olacaq onda x minus 3. Bu mənim Fatiməm olacaq. Amma o bu könül 3 il əvvəl olub ana dünyaya gəlibsə, onda bu eləyəcək x üstə gəl 6. Bu da könül eləyəcək. Könülün yaşı Fatimənin yaşından 2 dəfə çox olardı. Yəni x üstə gəl 6, 2 dənə x minus 3-ə bərabər olardı. X üstə gəl 6, 2x minus 6-dır. Mənfi x-in mənfi 12-dir. X-in də eləyəcək 12. Diaqonallarının sayı 20 olan düzgün çoxbucaqlının bir daxili bucağını tapmaq lazımdır. Diaqonallarının sayı düsturu n vurulsun n minus 3 böl 2-dir. Bunu 20 verib. N vurulsun n minus 3 40 eləyər uşaqlar. O hansı ədəddir? 8-dir də. 8 vur 5, bəli. N-ımız 8-dir. Bir daxili bucağından danışır. Bir daxili bucağı tapmaq üçün 180 vurulsun n minus 2 bölünsün n idi. Yəni 180 vurulsun. N-in yerinə 8 qoyaram. 8-dən 2 çıxıb 6 bölünsün 8 yazaram uşaqlar. Bu da eləyəcək 180-i vurub 6-ya 8-ə bölsəm 135 dərəcə bir daxili bucağım eləyər uşaqlar. ABC bərabər yanlış bucağının AC oturacağı üzərində götürülmüş K nöqtəsindən AB və perpendikulyarlar çəkilib. DKY. Buranı sənə verib ki 60 dərəcədir. Və KD üstə gəl KY-ni 8 verib. KD üstə gəl KY-ni sənə 8 verib. Lap yaxşı. Bura bir dənə A qoyuram, burada bir dənə B qoyuram. Yəni A üstə gəlinsin B-ni bizə 8 verib. Uşaqlar, burada 90 dərəcədirsə, burada 90 dərəcədirsə, burada 4 bucaqlının daxili bucaqlarının cəmi eləyir 360. 180 varsa 180-dən 60 çıxıb 120 yazaram. Bərabər yanlı deyilsə 180-dən 120-ni çıxıb 62 yerə bölərəm 30 dərəcə. 30 dərəcə eləyər. Bizdən AC-ni soruşur. 30 dərəcəli qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni hipotenuz 2A-dır. 30 dərəcənin qarşısı hipotenuzun yarısıdır 2B. Yəni 2A üstə gəlinsin 2B-ni soruşur. 2-ni mötərizə xaricinə çıxartsam A plus B eləyər. 2-ni 8-ə vurub cavabı yazaram. 16. Gəlirəm növbəti suala. Qutudan 4 ədəd sarı, 5 ədəd qara
və bir neçə ədəd qara kürəcik var. Sənə deyir ki, nə çıxarmısan? Qutudan ağ olanlar və qara birlikdə sayı yaxşı. Deyir ki, uşaqlar 4 dənə sarım var, 5 dənə də qaram var. Və bir neçə ədəd də ağ kürəm var. Ağ kürələrin də sayı olsun, nə bilim, x. Qutuda olan ağ və qara kürələrin birlikdə sayı, ağ və qaradan danışırsa uşaqlar, x üstə gəlinsin 5-dən danışır. X üstə gəlinsin 5-lərin sayı, bütün kürələrin sayının 0,75 hissəsidir. Bütün kürələrimiz isə uşaqlar 9 üstə gəl x-dir. 9 üstə gəl x. Bunun 75 hissəsinə bərabərdirsə 4/3-nə bərabərdir. Yəni mən də buradan yazacağam ki, çarpaz vursam 4x üstə gəl 20 bərabərdir 27 üstə gəlinsin 3x. Sən demə x-imiz 27-dir. Biz də ağ kürələrin sayından danışır. Cavab eləyər 27. Sonuncu sual, mərkəzi O nöqtəsində olan çevrədə AOB-ni 60 dərəcə verib, mərkəzi bucaq neçə dərəcədirsə, qövsüm də o dərəcəyə bərabərdir 60 dərəcə. 180-dən bu da radiusdur, bu da radiusdur. Yəni bu bərabər yanlıdır. 180-dən 60 çıxıb 2 yerə böləndə 60-60 eləyir, bərabər tərəfli eləyir yəni. Bərabər tərəfli üçbucağın perimetri 36-dırsa, tərəfimiz 36-nı 3-ə bölərəm, 12 yazaram. Bax, 12-dir radiusum. En qövsünün uzunluğunu soruşur. Bütün çevrə 360 dərəcə 2 pi yerindən tapılır. En qövsünün dərəcə ölçüsü 60 dərəcəmizdə x-dir. X bərabərdir 60 vurulsun, 2 pi vurulsun, erimiz 12-dir. Bölünsün 360. 6, 4 pi. Cavab eləyəcək 4 pi. Bu qədər. Növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.